Füzulidə Dost məntəqəsi fəaliyyətə başlayıb və sakinlər artıq müasir, şəffaf xidmətlərlə əhatə olunub. Bu, böyük qayıdışın sosial təminat mərhələsində növbəti mühüm addımdır. Sakinlər 120-yə qədər xidmətdən faydalana biləcəklər. İşğaldan azad edilən ərazilərimiz sürətli şəkildə yenidən qurulur. Dağıdılmış yurtlarımızda aparılan geniş miqyaslı abadlıq və quruculuq işləri ilə yanaşı, sosial xidmətlərin yaradılması da prioritet istiqamətlərdəndir. Füzuli şəhərində Qarabağ Regional Dost Mərkəzinin Dost məntəqəsi artıq fəaliyyətə başlayıb və vətəndaşlar bu xidmətlərdən rahat və operativ şəkildə yararlana biləcəklər. Bundan sonra sosial xidmətlər bir pəncərədən müasir, çevik və şəffaf şəkildə təqdim olunacaq. Yeni açılan Dost məntəqəsində sakinlər sosial müdafiə, təminat, məşğulluq və əmək münasibətləri sahələri üzrə 120 dəqiq xidmətdən operativ şəkildə yararlana bilərlər. Salam, xoş gördük. Buyurun. Burada həm də KOBİ tərəfindən kiçik və orta biznesin inkişafına dəstək göstəriləcək. Gün ərzində isə orta hesabla 120 vətəndaşın qəbulu nəzərdə tutulur. Yaxın zamanda biz Laçın şəhərində xidmət məntəqəsinin təşkili ilə bağlı işlərə başlamışıq və artıq Laçın şəhərində də bu istiqamətdə biz işlər aparırıq. Kəndi şəhərimizdə də biz yaxın zamanda bu istiqamətdə işlər aparacağıq və orada da xidmət məntəqəsinin təşkili ilə bağlı işlər planlaşdırılır. Ümumilikdə ölkə ərazisində 14 regional Dost mərkəzi və 64 filialın təşkili planlaşdırılır. Bu isə bir daha göstərir ki, böyük qayıdış yalnız torpaqlara dönüş deyil, eyni zamanda rifaha, təhlükəsizliyə və yüksək keyfiyyətli xidmətlərə qayıdışdır. Ən vacib isə odur ki, azad edilmiş torpaqlarda qrup yaradan insanların rahat və layiqli şəraitdə yaşaması təmin olunur. Vüsal Arifsoy, Elvin Qəhrəmanov, Fidan Mahmudova, Natiq Çıraqzadə, ASTV Xəbər.